Bu sualda X, Y və Z maddələrinin ərimə və qaynama temperaturlarının qiymətləri verilmişdir. Müsbət 10 C temperaturda X, Y, Z maddələrinin aqreqat halını müəyyən etməyimizi istəyir. X maddəsinin ərimə temperaturu 0 C, qaynama temperaturu isə müsbət 100 C-dir. Y maddəsi üçün yazsaq, ərimə temperaturu -60, qaynama temperaturu -10 C-dir. Z maddəsi üçün yazsaq, ərimə temperaturu müsbət 20, qaynama temperaturu isə müsbət 140 C-dir. 10 C temperatura görək hansı aralığa düşür? 10 C ədəd oxunda 0 və 100 arasında olur. Yəni, ərimə və qaynama temperaturunun arasında maddə maye aqreqat halında olur. X maye oldu. Y üçün müəyyən etsək, müsbət 10, -60-dan da, -10-dan da böyükdür. Yəni, ədəd oxunda -10-dan sağda yerləşir. Yəni, müsbət 10 bu hissədə olur. Qaynama temperaturundan sonraya düşdüyü üçün maddə müsbət 10 C temperaturda qaz halında olacaqdır. Z maddəsi üçün baxsaq, müsbət 10 ədəd oxunda müsbət 20-dən əvvəldə yerləşir. Yəni, ərimə temperaturundan əvvələ düşür. Ərimə temperaturundan əvvəl, yəni maddə əriməmişdən əvvəl bərk aqreqat halında olur. O zaman Z maddəsi də mayedir. O zaman cavablara baxsaq, X maye, Y qaz, Z isə bərk olmalıdır. Doğru cavab Y variantı.